Salam hörmətli izləyicilər, xoş gördük sizlər kanalımda. Bugün 13 aprel 2025-ci ildə 9-ların buraxılış imtahanı keçirilib və ilk dəfədir bilirsiniz ki, ölkəmizdə ingilis dilində yeni modeldə, 9-lar üçün yeni modeldə imtahan keçirilmişdi. Mən sadəcə sualların cavablarını sizə xatırladacağım, bir-bir, yəni bunları oxumağa ehtiyac yoxdur. Dinləmə haqqında heç nə deyə bilmərəm, çünki dinləməmişəm. Amma şagirdin dediyinə görə dinləmə asan da olubdur və cavablar bu cür olubdur, yəni o bu cür qeyd edibdir və düz olduğuna inanır. Amma yenə deyirəm, mən tam əmin deyiləm. Əlimdə çünki material yoxdur. Burada keçirəm qısa mətnlərin cavabını verməyə sizə. İlk olaraq burada deyir Jessica, yəni Jessica-dan bağlı olan qısa mətndə Jessica-da Y variantı olacaq. Yəni sizdə variantların yeri qarışıq ola bilər, amma cavab eynidir. Jessica deyir, sentyabrın 21-də müsahibəyə dəvət olunub. Həqiqətən də bax burada sizə göstərim ki, onlar deyir, biz deyir səni dəvət eləmək istəyirik, Jessica. İkinci gün sentyabrın 21-də o ofisimizə müsahibəyə səni dəvət eləmək istəyirik. Ona görə Y variantı, yəni bu variantı götürəcəksiniz. 6-cı sualda kampa qoşulmaqdan bağlı olan bir qısa mətindir. Burada da cavabımız elə olacaq ki, kamp deyir uşaqlar üçün fərqli fəaliyyətlər təqdim edir. O bizim doğru cavabımız olacaqdır. Çünki A variantında deyir ki, sadəcə bir uşaq ailədən icazə var ki, kampda iştirak eləsin. Amma burada yox, deyirdi ki, ailədən ikinci uşaq üçün eyni ailədən. Hətta bizim endirimimiz olacaq. B səhvdə ona görə ki, həftənin sonuna, gələn həftənin sonuna qədər bu qeydiyyat davam eləyəcək. Amma burada deyir ki, bugün it is the last day. Bugün sonuncu gündür. C doğru variantımızdır. Ailədəki ikinci uşaqlar free, yəni pulsuz iştirak edə biləcək, amma pulsuz yox, sadəcə onlar endirim ala biləcəkdilər. Bütün bir uşaqlar üçün endirim olacaqdı ora gələn. Xeyr, hamı üçün endirim yox. Eyni ailənin ikinci övladına endirim olacaq. 7-ci qısa mətndə C yenə deyir ki, salam C, mən səni ad günə dəvət eləmək istəyirəm. Ad günü evdə keçiriləcək, sentyabrın 3-də, yox, Saturday. 6-cı gün saat 3-də. Sən deyir, xüsusi deyir, paltar geyinməlisən ad gününə, görüşənə qədər. Burada da deyir ki, B variantı, Y variantı doğrudur. Yəni, Jane should wear a specific dress for the birthday. Jane ad günü üçün xüsusi paltar geyinməlidir. O bir variantlar niyə olmur? Çünki A-da deyir ki, ad günü restoranda keçiriləcək, amma evdə demişdi. Burada evdə deyibdi. Ona görə A variantı səhvdir. Official dress, rəsmi paltar olacaq. Rəsmi yox, special, xüsusi, özəl paltar lazımdır. Birinci gün iştirak edəcək. Burada birinci gün yox, 6-cı gündən söhbət gedirdi. Carla deyir, öz adı gününü alone, tənha hiss keçirəcək. Xeyr, tənha yox, yalnız keçirməyəcək. Çünki Jane-i də dəvət eləmişdi B variantı. Y variantıdır. Yəni, bu oxuduğum cavabdır. Sizdə yerləri qarşı ola bilər. Sonra deyəsən PDF fərqlidir. Aha. Mətnlə bağlı mən sizə birbaşa cavabları deyəcəm. Deyir ki, 8-ci sualda what was the purpose of changing directions of the river running to the Aral Sea? Aral dənizinə deyir, tökülən çayların istiqaməti niyə dəyişilib? Çünki onlar pambıq tarlalarını sulamaq üçün onların istiqamətini dəyişdilər. Baxın burada. Cotton fields before it reached to the sea. O deyir, çaylar deyir, dənizə çatana qədər deyir, pambıq sahələrini suluyurdular. So, beləliklə onların istiqamətləri dəyişdi. Buradan biz yola çıxaraq cavabın pambıq sahələrini sulamaq variantını götürəcəyik. Mətin nədən bəhs eləyirdi? Mətin yoxa çıxmaqda olan, təhlükə altında olan bir dənizdən bəhs eləyirdi. Hər zaman bizdə adları gizli şəkildə ifadə eləyirlər. Yoxa çıx, çünki həmin Aral dənizi demək olar ki, yoxa çıxmaq üzrədir. Cəmi onun 10% mövcuddur. Bunu götürəcəyik. Aral dənizi ilə bağlı hansı fikri tamamlamalıyıq? O deyir, əsas sularını 2 əsas mənbədən götürür. O suyunu 2 əsas mənbədən götürür. Receive water from 2 main water sources. O doğru cavabdır. Çünki elə mətnin əvvəlində deyir ki, has 2 main sources of water. Amur dərya, Sır dərya. Yəni 2 dənə çaydan, əsas çaydan o sularını götürür. O digər variantlar niyə səhv olsun? Orada deyir, qışı isti olur, tam tərsinə qışı soyuq olur, yayı isti olurdu.
Təmiz su ilə doludur, xeyr, qurumaq üzrədir. Çoxlu su əldə edibdi 1900-cü illərin sonunda. Xeyr, itirir, suyunu get-gedə itirir. İndi orada balıqçılıq sənayesi kimi istifadə olunur. Xeyr, əgər dəniz quruyubsa, orada nə balıqçılıq ola bilər ki? Yanlış cavabı istəyir. Bugün deyir, bax bugün. Aral dənizi dünyanın ən böyük göllərindən biridir. Elə səhv o variantdır. Çünki göl artıq, yəni həm dəniz, həm də göl də deyə bilərik. Burada göl deyiblər. Quruyur, qurumaq üzrədir deyənə o böyük dəniz ola bilməz. Ən böyük göl ola bilməz. Deyir ki, orada çoxlu adalar var. Bəli, orada adalar var idi. Elə belə deyək də, elə birinci cümlədə deyir ki, many islands in it. Onun içində çoxlu adalar var. Sonra deyir ki, çox yağış yağır ora Aral dənizinə. Bəli, yağış az yağır. Yuxarıda demişdi. 20-ci əsrin ikinci yarısında yoxa çıxmağa başlayıb, bəli. Deyir ki, onun adının adalarla bağlılığı çoxdur, bəli, çoxdur. Elə səhv A variantıdır. Yəni, dünyanın ən böyük gölüdür, səhv variantıdır. Biz də düz axtaracağıq. Birdə deyir ki, Aral dənizi quruduğuna görə, o deyir bir dəqiqə, yəni təhlükə içindədir və ətraf mühit üçün təhlükə yaradır. Bəli, əlbəttə ki, əgər çay quruyursa, ətraf mühit üçün o problemdir. Bu variant bizim üçün doğrudur. 2-də deyir ki, orada deyir, çoxlu yağışlar düşür. Ona görə 3 hissəsi orada yaranıb. Orada ümumiyyətlə yağış düşmür. Yəni, sonlarda da demişdi ki, yəni yağış az yağır. Yəni, bu hissələrdə deyilmişdi. Edey burada var. The area gets very little rainfall. Yəni, orada çox yağış az düşür. Ona görə o da səhvdir. Bugün deyir, həmin dənizin sadəcə kiçik bir hissəsi mövcuddur. Bəli, elə sonda deyir ki, cəmi 10% exist mövcuddur. 3-ü də götürürük, bu variantda götürürük. Gələcəkdə deyir, o çayın, o dənizin səviyyəsi qalxacaq. Yəni, get-gedə azalır, o necə qalxa bilər ki? Ona görə də bu da yanlışdır. Qaydaya gedirik. Sizdə yerlər dəyişik ola bilər, amma yoxlaya bilərsiniz. 2 dənə isim yan-yana gələndə biz sonuncu ismə baxıb onun nə olduğuna qərar verəcəyik. Yəni, xəbərin tək cəm olduğuna qərar verəcəyik. Courses cəmdə olduğuna görə cəm xəbər. Yəni, 2-dən 3-dən 2 və 3-ü götürəcəyik. A və V olan cavabımız doğrudur. Bağlayıcılardan ümumiyyətlə ingiliscədə izə, nor, nizə, or yoxdur. Not only but also olmalıdır. Both and olmalıdır. Nizə, nor bağlayıcıdan istifadə olunur. Y variantıdır. 15-ci sualda modal feil istəyir bizdə. Nöqtələrdən sonra to-ya baxmalıyıq. Have öz-özünü inkar eləmir. A-nı çıxardırıq. B variantında be-dən istifadə olmalıdır. Able-ın yanında əgər gələcək zaman varsa be mütləq yazılmalıdır. Bu D variantında da keçərlidir. Will be able olmalıdır. Should-da özündən sonra to gəlməz, yəni Y-ni də çıxardırıq. Cavab will be able olacaq. 16-da last month sözünü görürük, keçən ay. Deməli, bizə keçmiş zamandan söhbət gedir. Keçmiş zaman bunların içində bir dənə did spend olan variantdır. Yəni, didi götürürük. Keçmiş zamandır. Burada trousers-ə baxırıq. Trousers cəmdə olan isim olduğuna görə təkləri atırıq. 4 hərfli işarə vəzirlərini atırıq. Bir də onun rəngi söhbət şalvardan gedir deyənə Z-dən istifadə olunacaq. B variantı. These trousers I don't like their color. Mən onların rəngini bəyənmədim. Opposite əks mənalı sözləri deyir. Yəni, antonim axtarıq burada. Agree razılaşmaq, accept qəbul eləmək. O deyil. Forget unutmaq, remember xatırlamaq. Elə doğru cavab budur. Yəni, o birlər olsa düz deyil. C-də daxil olmaq, baş çəkmək. D-da görmək, eşitmək, başlamaq, başlamaq. Heç biri bir-birinə antonim deyirlər. 19-da the person who is the head of the school, yəni bir məktəbin başçısına nə deyirlər? Principal, məktəb direktoru, B variantıdır. 20-cidə tag question'dır, yəni ayrıcı suallardır. Ayrıcı suallarda bir tərəf təsdiq olanda digər tərəf inkarda olmalıdır. Burada bir dənə Y variantı təsdiqdə olduğuna görə Y variantını çıxırıq. İnkarda bir yazmalıyıq burada. Have-dən sonra isim gələrsə, have-in özündən yox, do-dan da-dan istifadə eləmək lazımdır. Have-dən sonra isim gələndə, deməli, biz have-in özündən yox, do-dan istifadə eləməliyik.
Cavab D variantıdır. Don't they olan variantı götürürük. Don't they. 20. sual. 21. Exhibition sərgi deməkdir. Sərgi gedəcək a public show of art or other things. Yəni digər şeylərin ictimai göstərilməsi. C-yə gedəcək. Desert yəni biz bilirik ki, şirniyyat deməkdir. Sweet food, şirin bir yemək. B variantı. Desire arzu istək deməkdir. Wish özü də arzu istək deməkdir. 3-də də A yazacağıq. Mike laid on the bed olacaq. Yəni çarpayının üzərində uzandı. Evə gələn kimi çarpayının üzərində uzandı olacaq. I met, mən qarşıladım dostumu. Dostun artiklına ehtiyacı var. Mütləq artikl yazmalıyıq. Çünki sayıla bilən tək isimlər artikl yazmalıyıq. Burada da o sait olduğuna görə n-dən istifadə edirik. Yəni n-dən istifadə edirik. Özürlü sayın. N artikli olacaq. Street in the street deyəcək. Burada da Z artikli olacaq. Cavab N və Z artikli olan variantdır. 24-də stol keçmiş zamanda olduğuna görə onun məchulu was P2-dən istifadə olunacaq. Cavab burada A variantıdır. His suitcase was stolen a few days ago olacaq. Was stolen D variantında da var, amma someone eyni başlaya bilməz. Was olan yerdə bindən istifadə eləmək olmaz. Bizim cümləmizdə has yox idi. Ona görə hasdən istifadə eləmək olmaz. Is də indiki zamandadır. İndiki yox. Stole keçmişdədir. Həmçinin cümlənin sonundan da bilərdiniz ki, ago var. 25-ci sualda sinonimlər istəyir. Correct, true. İkisi də doğru deməkdir. Bir də elegant, attractive. İkisi də zərif, gözəl mənasını verir. 1-4 doğru cavabdır. Bugünü bu qədər. Bu da esse idi. Yəni essendə hər kəs fərqli yazır. Yəni mən bunun haqqında heç nə deyə bilmərəm. Hər birinizə uğurlar arzuluyuram. Əgər videonu bəyənsəz, like eləməyi, abunə olmağı unutmayın. Və çox sevinərdim ki, şərh bölməsində yazardınız görə mənə də maraqlıdır. Neçə dənə düzünüz var. Hələlik bu qədər, sağ olun.